Bu adam 200 il yaşayacağını düşünür. Söhbət milyonçu Brian Johnsondan gedir. 200 il yaşamaq üçün o hər il $2 milyon pul xərcləyir. Bir gün uzunömürlülüyün səbəbi sağlam bədəndir deyərək evinin dizaynını dəyişir. Orada böyük idman zalı və laboratoriya düzəldir. Onun sağlıq durumu hər gün elm adamları, həkim, məşqçi heyəti tərəfindən izlənilir. Buna ildə $2 milyon xərci çıxır. Hər gün saat 04:30-da yuxudan qalxan Johnsonun günü 20:30-da bitir. Bayram, istirahət, doğum günlərində belə bu rejim dəyişmir. Uzun ömür yaşamaq üçün hər gün 111 həb qəbul edir. Alkoqol və yağlı yeməklərdən uzaqdır Brian. Rasionunda meyvə-tərəvəzlər üstünlük təşkil edir. Brian Johnson cavan qalmaq üçün hətta özünə 19 yaşlı oğlunun qanını da köçürtmüşdü. Amma sonradan bunun faydasız olduğunu anladı. Dərisinin qorunması üçün milyonçunun geyimləri xüsusi materiallardan seçilir. Demək olar ki, ondan hər gün qan və CD analizi götürülür. Brian tək yatır ki, kimsə onun yuxusunu pozmasın. Yataq otağında elektrik yuvaları, televizor və kitab yoxdur. 47 yaşı olmasına baxmayaraq, Brian Johnsonun bədəni 18, ürəyi 27 yaşlı insanın ürəyi kimidir. Bəs sizcə, Brian 200 il yaşaya biləcək?